Axşamınız xeyir olsun. Qarabağ CSKA oyununa təsdiq olunan mətbuat konferansımız davam edir. Öncə Qurban mənim fikirlərini bildirsin, daha sonra suallara keçək. Axşamınız xeyir olsun, salamlarım müəlliminizi və qonaqlarımı salamlayıram. Xoş gəliblər Sofiyadan, bizim gözəl Bakımıza. Və oyuna gəldikdə elə ilk dəqiqələrdən gərgin oyun oldu. Çox yaxşı orqanizasiya olunmuş bir komandaya qarşı oynayırdıq və çox istəkli bir komandaya qarşı oynayırdıq. Və hansı ki, birə-bir mübarizələri yaxşı yerinə yetirə bilən bir kollektivə qarşı oynayırdıq. Düzdür, bəlkə biraz baxımlı oyun alınmadı, amma ümumən bu oyun hər iki komanda üçün demək olar tanışlıq idi. Ümumən bu komanda biraz rəqib komandanın işini biz daxil olmaqla çətinliyə salır. Niyə? Çünki rotasiyaları çoxdur. Ümumiyyətcə, fərqli sistemlərdə oynaya bilən bir komandadır, kollektivdir. Amma hər bir halda bizim üçün xoş oldu. Futbolçular meydanda düzdür, texnik səhvlərimiz oldu, amma ümumi ritmdən çıxmadılar, oyun ritmindən çıxmadılar. Və düşünürəm ki, cavab oyunu daha maraqlı olacaq və daha da çox düşünmək lazım olan bir oyun olacaq. Значит, за первый път господин Гурбанов казал, че добре дошли в Баку за гостите. После той казах, че беше много труден матч, защото отбор на ЦСКА София беше доста хубав. Значит, този матч беше това е като запознахте, като Карабах запознаха с ЦСКА София. Обаче той мисля, че общо матч беше доста хубава и значи, в реванша ще бъде по-интересно, защото и Карабах, и ЦСКА доста хубави отбори. Mən belə şərtləri həmişə hər iki komanda üçün eyni sayıram, amma azarkeşlər üçün havanın sərin olması daha baxımlı oyun ola bilərdi. Futbolçular üçün asan deyildi oynamaq. Biraz isti çox idi və istər-istəməz həm çox enerji itirirlər, həm ümumiyyətcə gərgin oyunlarda daha enerji çox itirirlər və bəzən belə hallarda, hansı ki, belə birə-bir yaxşı oynaya bilən bir kollektivə qarşı enerjinin az olanda istər-istəməz istədiyini edə bilmirsən. Amma hər bir halda hər iki komanda üçün belə də şərtlər eyni idi, ona görə bəlkə onlar üçün də mane oldu, bəlkə onlar daha aktiv olardılar. Belə sadəcə azarkeşlər üçün deyirəm ki, yaxşı, daha sərin hava olsaydı, daha baxımlı futbola baxardılar. İkinci sual vermədim. Значит, вопрос связан с погодными условиями. И вопрос такая, че значит, погодные условия правят ли что да играет по-хубаво или по-лошо. И господин Гурбанов казах, че мисля, че то е 50/50. Ако беше по-хубавни погодни условия, може би футболисти играят по-добре. Обаче за феновете също малко е недобре, защото погодни условия беше недобри. Значи, въпрос свързан с футболист, който каза Елвин. Той играе недостатъчно и той иска да знае, че това е свързано с travma или не. Zaten əsasən oynamaq üçün hazırlaşır, mübarizə aparır, məşqlərdə də aktivdir. Yəni hələ mənim belə deyək, özüm də hələ əsasən tam formalaşdırmamışam, çünki biraz disbalans var komandada. Yəni qarşıdakı günlərdə, qarşıdakı vaxtda bilinəcək ki, Elvin
yəni bu cür davam eləsə, hə, əlbəttə ki, yəni yaxşı olacaqsa, yəni niyə qoymayım? İstər Elvin olsun, istər başqası olsun, istər digəri olsun. Ona görə yəni bu dəyişikliklər hələ get-gedə daha çox olacaq. Значит, господин Гурбанов казах, че сега Эльвин чувства си недобре и после ще видят какво ще бъде. Ако ще чувства си по-добре, тогава в следващите матчове той също ще играе. Обаче той сега тренира и всичко ще промени. Точно не знаят, после ще гледат. Kurban vermişler, veren vermişler, ikinci sefer bağlanırsınız sefer edersiniz. Çoğu yolu verirsen olmuştur. Erken merhaba olsa seferde 7-2 hesaplı değerli kazanmışsınız. Yani bu Qarabağ həminki Qarabağ'dı, yoksa çölün altından soğuslar mı? Значи, въпрос такъв, че това ще бъде вторият матч с България. Първият матч беше с Лудогорец. И в тази матч те са Карабах спечели и той иска да знае, сега Карабах също е така, също е такъв силен и на реванша ще спечелят ли или не? Sonda nə dedin? Körpünün altı. Bir şeyler çok Değişiklikler. olması. Ümumiyyətcə, rəqiblər həmişə fərqli olur. Biz də belə deyək də, hər il istər-istəməz dəyişikliklərimiz olur. Yəni, istər heyət baxımından, istər oyun baxımından. Çünki futbol o qədər inkişaf eləyir ki, biz bugün desək ki, biz həmin Qarabağıq, biz həmişə düşündüyümüz Qarabağdan biz daha yaxşı olmalıyıq. Məsələn, əgər o fikir formalaşıbsa ki, Qarabağ güclüdür, Qarabağ yaxşıdır, belə bir fikir varsa, yəni o nəzərdə tutulursa, biz həmişə ondan daha yaxşı olmalıyıq. Adicə, yenə öz əvvəlki fikrimə qayıdıram ki, yəni rəqib bizə qarşı sağ olsunlar, hamısı hörmətlə yanaşırlar, hamı bizə fərqli gözlə baxırlar və bizlə oyunlara istər Çempionlar Liqasının qrupunda olsun, istər Avroliqanın qrupunda olsun, yəni rəqiblər tam fərqli yanaşırlar. Daha ciddi, daha məsuliyyətli və eləcə də bu rəqiblər bu cür yanaşırlar və əgər biz bunu hiss ediriksə, biz ancaq daha yaxşı olmalıyıq. Və bunu edə biləcək, bilməyəcək, bu qalır ikinci planda. Amma bizim fikrimiz, işimiz, niyyətimiz həmişə olduğumuzdan daha yaxşı olmaqdır. Bunu nə qədər bacarırıq, ola bilər bu bugün alınsın, sabah alınması, ola bilər 10 gündən sonra, ola bilər 1 ildən sonra alınsın, amma yəni biz olduğumuz yerdən həmişə daha yaxşı olmalıyıq ki, davamiyyətli, stabil nəticələrimiz olsun. Значи, господин Гурбанов казах, че всичко е индивидуално, всички съперники индивидуални. Не можем да кажем, че ние сега същият отбор, като преди 2 години, защото всички станат по-добре и ние също. И той казах, че той мисля, че Карабах сега станах по-добре, като преди 2 години. И значи всички съперники играят с уважение и това е много важно за него. И за това те се искат да бъдат по-силни и ще бъдат, дай Боже. Господин Гурбанов, изненада ли системата на ЦСКА за първи път през сезона? ЦСКА излиза с 3 защитници, сега винаги е бил с 4. Това изненада ли ви, очаквате ли такъв подход? Deməli, bəy soruşur ki, onlar sxemdə dəyişiklik ediblər. Deməli, keçən dəfə 3 nəfər çıxmışdı, bu dəfə 4 nəfər çıxıb hücumçu. Bu sizdə sual yaradıbmı onların oyun sxemasına aidiyat bir sual? Bir daha xoş gəlmişsən. Yəni, çox az gözləyirdim bu sistemdə oynayacaq deyə bugünkü. Fikirləşirdim ki, son vaxtlar oynadığı oyun sistemini qoruyub saxlayacaq, amma yəni bu ehtimalı da gözləyirdim. Belə deyək, əvvəlki sistemə daha çox hazırlaşmışdıq ona qarşı, nəinki bugünkü sistemə qarşı, amma futbolçular meydanda düzdür, biraz texnik səhvlərimiz çox oldu, amma buna baxmayaraq sona kimi oyundan qopmadılar və onların bizə qarşı hazırlığının belə deyək, qarşısını ala bildilər. Amma
Yəni şübhə eləmirəm ki, Sofiyada da, Bolqariyada da ola bilər başqa sistemdə oynasın. Yəni onu da gözləyirik. Значит, господин Гурбанов казах, че той мисля, че ЦСКА София ще играе като преди с тази схема и те са не чакали, че вие сега играете с другата схема, защото те са гледаха значи, предишния схема и подготвя на предишния схема. И за това малко е учудя, кога виждах, че схемата е друга. Значи, обаче той мисля, че може би 50 на 50, обаче чака предишния. Значи, той казах, че те са футболистите на Карабах имах малки технически грешки, обаче те са сега знаят какви грешки и на реванша ще бъде по друг начин. Buyurun. Kurbanlarındaki kamanlarının jurnalistleri olur, konaklar. Çünkü konaklar için Meçiçe hesabı çok sevindirici oldu. Sizin için bu Meçiçe ne demekti? Siz sürprizle karşılaşabilirsiniz mi cevap oyununda? Bir de ikinci sorumuz zədəli oyuncular var diyesem. Onların cevap oyununa kadar bərpələmək mümkün olacak. Значит, госпожа каза два въпроса. Първият въпрос свързан с това, че значи, български журналисти казах поздрави значи, треньора за равенството и какво мисля за този повод господин Гурбанов, какво той мисли за равенството. А вторият въпрос свързан с футболистите, които имат сега значи, травми, контузии и в реванша те се играят отново или не? Yəni səfərdə oynayırlar. Əlbəttə ki, sərfəli nəticə ilə dönürlər. Buna niyə də sevinməsinlər ki? Məncə bəlkə də nəticədən çox komandanın göstərdiyi performansa görə ola bilər sevinsinlər. Çünki son vaxtlar biraz bildiyim qədər bəzi yazılarda narazılıq bildirilirdi komandadan, futbolçulardan ümumən. Amma bugünkü komanda yəni yəqin ki göstərdiyi həm xarakterə görə, həm göstərdiyi performansa görə məncə ondan daha razı qalıblar, nəinki bərabərlikdən. Bu normaldır. Mən burada elə bir şey, ciddi bir şey görmürəm. O ki qaldı cavab oyunundakı nəticəyə. Bəli, biz ora qalib gəlmək üçün gedəcəyik inşallah, hazırlaşacağıq. Yəni ümumiyyətcə belə oyunlar elədir ki, mən burada sürpriz deyə belə bir şey biraz bəlkə bunu qəbul eləmərəm. Çünki aşağı yuxarı hər iki komandanın ümumi belə deyək, bacarığı eynidir və hər ikisi belə köklü komandadır, hər ikisi Avropa təcrübəsinə malik bir komandalardır. Burada yəni biz hansısa bir lap böyük bir komanda deyilik ki, bizə qalib gəlmək nasıl bir sürpriz və yaxud biz uduzluq nəsə bir sürpriz olsun. Yəni bu komandanın gücü var ki, yəni biz səviyyədə komandalara qalib gəlməyə. Sadəcə bu bizə, yəni buradakı oyun bizə əlavə bir motivasiya, əlavə bir məsuliyyət verdi və %100 biz cavab oyununda daha diqqətli oynamalıyıq, daha səliqəli oynamalıyıq. Çünki həm yaxşı məşqçiləri var, hansı ki öz klub gətirməsi, hansı ki öz hörməti olan, yəni bu klub azərkeşlərə ona böyük hörməti olan bir futbolçudur və olub əvvəl, indi də yəni görürsünüz ki, hər dəfə bəzi fərqli sistemlər eləyir. Yəni bu onu göstərir ki, daima öz üzərində çalışan, daima rəqibi analiz edən, daima istənilən rəqibə qarşı düzgün oyun qurmağa çalışan bir məşqçiləri var. Ona görə mən buna sürpriz kimi baxmıram. Biz sadəcə çalışacağıq ki, qalib gəlməyə səfərdəki oyunda. Yəni bizim də gücümüz var onlara qalib gəlməyə. Mən deyərdim ki, elə bugün bir daha göstərir. Onların da gücü var bizə qalib gəlməyə. Məncə maraqlı oyun olacaq. Maraqlı oyun olacaq. Mən hər iki komandaya uğurlar arzulayıram ki, ən əsası həm rəqib azərkeşləri, həm də bizim azərkeşlər belə deyək, oyundan həzz alsınlar. Значи, господин Гурбанов казах, че той мисля, че перформанс за български футболисти беше доста хубава и за това всички поздрави треньора и това е нормално. После той казал, че дай Боже ще спечелим победата на реванша. Двамата отбори и Карабах и ЦСКА София доста силни.
значит, доста силни, трябва да бъдат на реванша. Карабах трябва да бъде на реванша, по-внимателно, играе по-чисто, трябва да играят по-хубаво на реванша. И после поздрави всички отбори с този резултат. И казвам, че треньор на ЦСКА София, господин Янов, също е много силен треньор. И той е много внимателен и анализира всичко. Затова трябва да бъдем, ние бъдем по-внимателно. И после той казва, че мисля, че на реванша ще бъде доста интересно. Bunlar Sivas oyuna sonradan başladı, şartları yaxşı təsir bağışladı. Hazırlıq səviyyəsi hansı elədi və növbəti oyunlarda 90 dəqiqə oynaya bildiniz? Значит, вопрос состоит от това, че значит, кто иска да знае подготовката на футболистите на каква значит, степен и как ще бъде после. Düzdür, hələ tam hazır deyil. Biz də bildiyiniz qədər daha gec qoşuluq komandaya, kollektiv məşqlərə. Qarşıda yenə bir 5-6 günümüz var tam hazırlaşmağa. Dəqiq deyə bilməyəcəm. Qarşıdakı oyuna ilk dəqiqələrdən ola bilər, hazır olarmı 90 dəqiqə oynamağa, amma yenə baxacaq. Oyuna baxandan sonra, oyunu analiz etdikdən sonra ümumi heyət formalaşdıracağıq. Hətta ola bilər ki, 60 dəqiqə gücü olsun, ondan ilk dəqiqələrdən istifadə edək və yaxud əksinə yenə sonradan istifadə edək, meydana buraxaq. Yenə qarşıdakı günlərdən asılı olacaq, amma hələ öz optimal formasından uzaqdır. Значи, господин Гурбанов казах, че ние имаме доста време на подготовката. Ще гледаме кой ще играе, кой ще не играе. Всичко е свързано индивидуално, с здраве с футболистите и ще гледаме. Той сега не мога да кажа точно какво ще бъде в бъдеще. Hakikaten yani rəqibdən asılı olmayaraq ən güclü rəqib olsa belə Qarabağ onun ərzində minimum 5-6 gol oyuna girir Real sezonuna, amma bu gün onu görə bilmədik. Əslində bunu onunla əlaqələndirmək olar ki, yeni futbolçular gəlir və bu yeni sistemə, yəni futbolçular üçün yeni sistemdir. Bunu öyrəşməkdən, yəni adaptasiya prosesindən keçirlər. Yeni futbolçular, yəni komanda adaptasiya prosesindən keçirlər, həm də sistemə. Yəni ondan irəli gələn bir şey var. Значи, въпрос състои от това, че той казва, че не виждахме епизоди с голове на матча и това може ли да бъде свързано с това, че Карабах има нови футболисти в състава си? Səbəblər çoxdur. Yəni həm yeni kollektiv, həm ümumi hazırlıq, həm rəqib, yenə qeyd edirəm ki, çox bərk rəqibi idi, çox əl-axsı müdafiədə çox bacarıqlı bir kollektiv idi. Və baxmayaraq ki, çox sürətli əksiyonları var idi, o da öz yerində, amma ümumən belə sanki müdafiədə o cür, belə deyək, müdafiə olunmaqdan, hansı ki, birə-bir mübarizələrdən həzz alırdılar. Yəni, səbəblər bir neçə dənədir, amma ümumən belə, yenə də əlbəttə ki, mən dəfələrlə bildirmişəm ki, biz bəzi nüanslar var, onu özümüzdə axtarmalıyıq və onu yaxşılaşdırmalıyıq. Значит, те са имат новият коллектив и после ЦСКА София също е силен съперник. На защитата играха доста хубава, доста силни ЦСКА София. И той казва, че трябва да изглеждат и на своите футболисти, да търсят грешките и правят така, че на реванша на следващия матча всичко ще бъде по-добре и те се спечелят. Да. Çok sağ olun, teşekkürler. Благодарю. Buyurun. Nice? Футболчу Ланга. Тя иска да знае, че футболист, който казва Ланда, има ли доста сериозна конфузия? Düşünmürəm ciddi olsun, amma yenə də sabah bilinəcək yəqin. Sadəcə ikili kontakt idi, inşallah problem olmalı deyil.
Значи, господин Гурбанов казах, че не мисля, че значи, травма, контузия е сериозна, обаче точно ще знаят утре. Така. Çok sağ olun. Благодарим всички за